Salam dəyərli izləyicilər, kanalımda xoş gördük. Bugün çox ləzzətli, pambıq kimi yumuşaq pankeklər hazırlamışam. Dəyərli xanımlar, deməli pankeklərin hazırlanma qaydasını sizlərlə bölüşmək istədim. Odur ki, keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 2 ədəd yumurta, biraz duz, yarım stəkanda şəkər tozu əlavə edib qarışdırıram. Biraz qarışdırıram ki, şəkər tozu yumurtanın içərisində ərisin. Daha sonra üzərinə 2 stəkan süd əlavə edirəm. Yaxşı olar ki, bizim ərzaqlarımız otaq temperaturunda olsun. Və yarım stəkanda, armud stəkandan yarım stəkan duru yağ əlavə edirəm. Bunları da qarışdırdıqdan sonra üzərinə 2 stəkan yarım un əlavə edirəm. Deməli, unu da 200 qramlıq stəkanla ölçdüm. Daha sonra yarım çay qaşığı vanil, bir paketdə qabartma tozu. Bunları da yaxşı qarışdırıram. Dəyərli xanımlar, xəmiri yaxşı qarışdırmaq lazımdır ki, içərisində topaqlar qalmasın. Əgər siz istəsəniz, hazırladıqdan sonra süzgəcdən də keçirə bilərsiniz. Lakin mən keçirmədim. Çox qarışdırdım. İçərisində heç bir topaq qalmadı. Xəmir hazır olduqdan sonra deməli tavanı içərisinə əlavə edib bişirirəm. Deməli tavanı əvvəlcədən qazın üzərində qızdırmışam. Bizim tavamız tefaldır. Yəni yapışan tava olmadığı üçün mən heç bir yağdan istifadə eləmədim. Yəni tavaya heç bir yağ çəkmək lazım deyil. Elə quru tavanın özündə bişirdim. Dəyərli xanımlar, mən 2 ölçüdə bişirdim. Deməli, nəvələr üçün yarısını, xəmirin yarısını xırda ölçüdə bişirdim. Yarısını isə belə iri ölçüdə bişirdim. Burada fikir verirsinizsə, deməli, xəmiri tavaya əlavə elədikdən sonra biraz keçir xəmirin üzərində köpüklər, yəni pus-pus deyək ki, olur. Həmən köpüklər əmələ gələndə demək ki, çevirmək lazımdır bu formada. Çevirdikdən sonra deməli götürürəm tavadan, hazır olur. Eyni qaydada bütün xəmiri, pankekləri eyni qaydada bişirirəm. Yarısını dediyim kimi xırda ölçüdə, yarısını isə iri ölçüdə hazırlayıram. Hazır etdikdən sonra üzərinə bir qabın üzərinə, bir qabdakı pankeklərin üzərinə şokolad əridib əlavə edirəm. Şokoladın da ərimə qaydası kanalımda var. Yəni istəsəniz buyurub baxa bilərsiniz nə formada əridilir şokolad. Digər pankeklərə isə baldan istifadə elədim üzərinə. Dəyərli xanımlar, siz hansından istəsəniz, yəni zövqə bağlıdır. Ağız dadınıza uyğun olaraq ya baldan, ya karameldən, şokoladdan, nə bilim, cemdən, fərqli meyvəli konfetlərdən də istifadə edə bilərsiniz. Amma mən balla daha çox sevirəm pankekləri. Yəni mənim üçün balla daha çox ləzzət dadlı olur. Hazır oldu. Deməli, servis etdim. Çox gözəl, ləzzətli, həqiqətən, yəni çox ləzzətli bir pankeklər alınıb. Çox da rahat, asan başa gələn bir deserti deyərdim. Heç bir əziyyəti yoxdur. Yəni tez başa gəlir. Evdə də hər kəs bəyəndi. İnşallah ki, siz də bəyəndiniz. Əgər bəyəndinizsə, dəyərli xanımlar, kanalıma dəstək məqsədi ilə bəyənmə düyməsinə toxunmağı unutmayın. İnşallah kanalımda yeni videolarla görüşənədək hələlik.